Salam əziz insanlar. Yəni ki, mən burada ola bilər ki, dostdaşına eşitsin də, eşitməsin dostdaşına deyə bilmirəm. Yəni deyərdim, yəni eşidən olsa da dostdaşına deyək. Sözüm onda ki, yəni ki, bu qədər ilahiyyatçılar ki var. Hərə bir dənə bir söz deyir. Biri təfsirdən danışır, biri hədisdən danışır. Qardaşlar, bacılar, ən yaxşısı odur ki, Quran-ı Kərimi özünüz oxuyun. Nəsə anlaşılmayan varsa, əziyyətindən keçib Allah Teala möhlət verər mənə incə. Yəni Allah mərhəmət sahibidir. Görər ki, siz ərəb dilini öyrənmək istəyirsiniz, oxuyub bunun tərcüməsini özünüz başa düşmək istəyirsiniz. Ərəb dilini öyrənin və tərcümələri öyrənin və özünüz oxuyun Quranı və özünüz də başa düşəcəksiniz hər şey, nə var, nə yox. Bu insanlar ki, sünnidir, şiədir, sələfidir, hərə bir cür bir təsvirlə, hədislə gəlirlər qabağa, insanları çaş-başa salırlar. Hətta bəzi Quran kərimlər var ki, orada tərcümələrində də düzgün tərcümə olunmayıb. Çünki baxırsan görürsən ki, çünki düz gəlmir. Ona görə ən yaxşısı budur ki, çalışın, ərəb dilini öyrənin və onun tərcüməsini də öyrənin. Və özünüz oxuyun, görün nə var, nə yox. Peşman olmazsınız. Allah Teala bu barədə hər kəsə hidayət versin, kömək olsun. Amin. Bu qədər.